Evet uşaqlar, deməli buraxılış bir sınavına hazırlıq üçün 11-ci sinif riyaziyyat suallarına baxırıq. Birinci sualımız 61-ci sual. Bu ifadənin qiymətini hesablayın soruşur. Deməli, ilk növbədə 4,2-də 1 kəsrini düzgün olmayan kəsrə çeviririk. 2-də 9, vurulsun 9-da 7, üstəgəl 5,2-ni düzgün olmayan kəsrə çeviririk. 3-də 17, bölünsün 11,1-i düzgün olmayan kəsrə çeviririk. 3-də 34. Aha. İlk hesablamamız vurmada 9'lar ixtisar edir. 2'də 7 qalır. Növbəti amma bölməni yerinə yetirməliyik. 34'də 3. 3'lər ixtisar edir. 17 ilə 34 ixtisar edir. Surətdə 1, məxrəcdə 2 qalır. Deməli 2'də 7, üstəgəl 2'də 1, 2'də 8 və cavabını 4. Y variantı. Digər tərəfdən alfa iti beta çorbucaqdır. Alfa plus beta 200 dərəcə olarsa, alfa iti bucaq olduğuna görə 0 dərəcə ilə 90 dərəcə arasında qiymət alır. Beta çorbucaq olduğuna görə 90 dərəcə ilə 180 dərəcənin arasında qiymət alır. Cəmi 200'dür deyir bizə. Aha. Və məndən soruşur ki, beta bucağının ən kiçik tam qiymətini. Baxın, əgər bunlar yan-yana gələndə beta'nın ən kiçik qiymətini istəyirsə, siz alfanın ən böyük qiymətini tapmalısınız. 0 ilə 90 arasındakı ən böyük qiymət olacaq 89 dərəcə. Cəminin 200 olması üçün beta olacaq 111 dərəcə. Yəni B variantı. Əbab 132, 198. Vuruqları ayırırıq. 132-ni 2'ye bölürük 66, 2'ye bölürük 33, 3'e bölürük 11, 11'e bölürük 1. 198, 198'i 2'ye bölürük 99, 3'e bölürük 33, 3'e bölürük 11, 11'e bölürük 1. Əbab bizə ortaq olan vuruqların hasilini verəcək. Hər ikisində 2 var, hər ikisində 3 var, hər ikisində 11 var. 2 vurulsun 3, vurulsun 11 bərabər de 66. Yəni D variantı. Bu ədəd deyil 25'e tam bölünərsə 64-cü sualda. 25'e tam bölünməsi üçün son 2 rəqəminin ala biləcəyi ədədlər 25, 50, 75 və 00'dır. Yəni 25'e bölünmə əlaməti ilə 4'e bölünmə əlaməti ilə demək olar ki, eynidir. Ki son 2 rəqəmi 25'e bölünərsə və ya sonu 2 0 olarsa. Baxırıq ki, A plus B cəminin ən böyük qiyməti üçün elə ən böyük qiymətinin rəqəmləri cəmi 2 plus 5, 12. Yəni Y variantı. 65-ci sual. Natural ədədlər mövzusuna aiddir. AB üstü xəttin açılışı 10A üstəgəl B'dir. Bərabərdir 2A üstəgəl 3B. Buradan A'lar bir tərəfə, B'lər bir tərəfə. 10A'dan 2A'na çıxdım 8'ə. 3B'dən 1B'ni çıxdım 2B'yə bərabərdir. 2 ixtisar edirəm. 4'ə bərabərdir 1B'yə. Məndən ən kiçik qiymətini soruşur deyir. Elə ixtisar edib çarpaz bərabərləşdirirəm. A'nı 1'ə, B'ni 4'ə. Cəmi bizə verəcək 5. D variantı. Şəklə əsasən A, B, D bucağını istəyir bizdən. Baxırıq ki, bu ümumi 180 dərəcə idi. Burada bizə verilən bucaq 90 dərəcədir. Buradakı 50. 180'dən 90 və 50'nin cəmini çıxanda 140 çıxmış olur. Yəni yerdə qalır 40 dərəcə. D variantı. Bu kəsirlərdən bir hansı sonlu onluq kəsir şəklində göstərilə bilməz. Aha. Sonlu onluq kəsir şəklində göstərməsi üçün məxrəc 2'lərdən və 5'lərdən təşkil olunmalıdır. Ola bilər ki, təkcə 2'lər, ola bilər təkcə 5'lər və ya hər ikisi bir yerdə olsun. Baxırıq, məxrəclərinə baxırıq. Birinci. 25. 25, 5 vurulsun 5 deməkdir. Bu getdi. 16, 2 üstü 4 deməkdir. Ancaq 2'lərdən təşkil olunur. Bu da getdi. 20, 4 vurulsun 5 deməkdir. 4'də 2 vur 2'dir. Bu da getdi. 45, 45 9 vurulsun 5 deməkdir. Baxın,
9'dan başqa, daha doğrusu 5'dən başqa 9 var burada. 9 varsa mən onu sonluq kəsri kimi göstərə bilmirəm. Sonsuz dövrü onluq kəsri olur. Ona görə də cavabımız olur 45-də 14. İşçilər yolun 110 kilometrini asfaltladıqdan sonra 110 kilometrini asfaltlayıblarsa və de yolun 45% asfaltlanmamış qalar. Yol ümumilikdə 100% olur. Asfaltlanmamış 45%-dirsə, 100%-dən 45% çıxdıqda 55% asfaltlanmış qalır. Asfaltlanmış isə həmin bu 110-dur. 110 kilometr əgər 55%-dirsə, bizdən ümumi yolun uzunluğunu soruşur. Yəni 100%. 100% nə qədər olar? X. X-i tapmaq üçün 110-u 100-ə vurub 55-ə bölürük. 110-dan 55 ixtisarcıdır 2 qalır, olur 200. Yeni A variantı. Baxırıq indi 69-cu suala. Bu həndəsənin əsas anlayışlarında xüsusi düsturlar da var. Hansı ki şəkillərlə, hətta biz buna öz şagirdlərinə karandaş ucu qaydası deyirik. Baxın, bura 30 dərəcədir. 30 dərəcənin qonşusu olacaq 150 dərəcə. İçəridə bizə verilən 150, alfa, 170. Üçünün cəmi 360 dərəcə olmalıdır. Baxın. 150, 170, 320 dərəcə verir. Alfa 360-dan 320 çıxanda 40 dərəcə qalır. Cavab B variantı. Bir sinifdəki şagirdlərin 5də biri eynək taxan qız, 3də biri eynək taxmayan oğlan, 6da biri eynək taxan oğlandır. Eynək taxmayan qızlar bütün sinifdə. Gəlin baxaq. Əlimizdə olan hissələri toplayaq. Baxın, 3də 1 eynək taxmayan oğlan, 6da biri eynək taxan oğlan. Oğlanların ümumi sayı 10'da olacaq. 3də 1, üstəgəl 6da 1. Yəni 6da 3 ümumi cəmi, o da 2də 1. Deməli, sinifin yarısı oğlandır. Qızlar da sinifin yarısını təşkil edəcək onda 2də 1-ini ümumilikdə. Amma bunun 5də 1-i eynək taxır. Taxmayanı tapmaq üçün 2də 1 ümumi qızlar idi. Çıxılsın 5də 1. Onda bunu 5'ə vururum, bunu 2'yə, onda 3. Eynək taxmayan qızlar. Və ya siz 3'ünü toplayıb bir tamamla çıxa bilərsiniz. Aha. Çox gözəl bir natural ədədlərdən əbob sualıdır. Hansı ki düşmə ehtimalı olan, imtihana da düşmə ehtimalı olan suallardan biridir. Bu tip suallar topluda var. Əbob AB 4'dür. Bu o deməkdir ki, həm A, həm B 4'ə bölünən ədəddir. Tutaq ki, A olsun 4x, B olsun 4y. Burada x ilə y qarşılıqlı sadə ədədlər olacaq ki, onlar ortaq olmayan sadə vurğu olsunlar. Hasili 176'dır. Yəni 4x vurulsun 4y bərabərdir 176. 4'ü 4'ə vuranda 16xy bərabərdir 176. Xy burada bərabərdir 176'nı 16'ya bölündə 11. Bayaq dedik ki, x ilə y qarşılıqlı sadə ədədlər olmalıdır ki, ortaq olmayan sadə vurğular olsun. Onsuz da 11 sadə ədəddir. Yəni 1 və 11'in hasilinə bərabərdir. Buradan onda mən A ədədini tapsam 4 vurulsun 1, 4 olar. B ədədini tapsam 4 vurulsun 11, 44 olar. Bizdən misalda A plus B-ni istəyirdi. 4 plus 44 bərabərdir 48. Çox gözəl bir sualdır. Bir nasos hovuzu 4 saatda doldururdu 72-ci sualda. İkinci 6 saatda boşaldır. Biri doldurub, biri boşaldırdısa çıxacaq. Amma indi baxaq. 4 saata dolduran 3 saat işləyib. Yəni 4'də 3. 6 saata boşaldan 4 saat işləyib. Yəni çıxılsın 6'da 4. Bu da 4'də 3 çıxılsın 3'də 2 deməkdir. Çünki 6 ilə 4 ixtisar edib 3'də 2. Ortaq məxrəcə gətiririk 12'də. Bunu 4'ə vurduq. 12'də 9 çıxılsın 8 qalır 12'də 1. Hovuzun dolmuş hissəsini soruşur. Hovuzun hansı hissəsi dolar? 12'də 1.
Baxırıq 73-cü suala. Diaqramda A və B natural ədədlərinin sadə vurğularının bir hissəsi verilmişdir. Buna əsasən bu ifadənin qiymətini tapın soruşur bizdə. Baxın, biz artıq burada elə ortaq olmayan sadə vurğularla işləyəcəyik. Hansı ki A-da qalıb 3-7, B-də qalıb 2-11. Bunun səbəbi də odur ki, ortaq vurğuları bizə verilsəydi, mən istifadə eləsəydim, həm surətdə, həm məxrəcdə onu elə ortaq vurğu kimi mötərizə xaricdən çıxardıb ixtisar eləyəcəkdim. Amma indi yerdə qalanları yerinə yazmaq, yəni hasilin yerinə yazmaq daha əlverişli olur. Çünki ortaq vurğular mənə verilməyib, heç mənə maraqlı da deyil. Çünki dediyim kimi həm surətdə, həm məxrəcdə onları ixtisar eləyəcəkdim. Gəlin baxaq. Deməli, mən A-nın yerinə 3 vurulsun 7, 21 yazacağım. B-nin yerinə 2 vurulsun 11, 22 yazacağım. Aha, olur 2 vurulsun 21 çıx 22. Bu ifadəni yazırıq. Bölünsün 22 çıxılsın 21. 42 çıx 22 bölünsün 1. Cavab olur 20. Yəni A variantı. Aha, cavabı kodlaşdırmalı açıq tipli suallar. 360-ın natural bölənlərini sayın. Bunun üçün birinci 360-ı ayırıq sadə vurğularına. 2-yə gedir 180 qalır, 2-yə bölünür 90 qalır, 2-yə bölünür 45 qalır, 3-ə bölünür 15 qalır, 3-ə bölünür 5 qalır, 5-ə bölünür 1 qalır. Deməli 360 ədədi 2 üstü 3 vurulsun 3 üstü 2 vurulsun 5 üstü 1. Hasil kimi göstərə bilərik. Natural bölən sayını istəyəndə qüvvətdəki ədədləri bir vahid artırıb bir-birinə vururuq. Yəni 4 vurulsun 3 vurulsun 2 cavab olur 24. Qonşu bucaqların nisbəti 5-də 1, 4-də 1 olarsa, qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni 5-də 1 K üstə gəlir, 4-də 1 K bərabər 180 dərəcəyə. Topladıq 20-də, bu 4, bu 5. 5-i yaxşı yazaq. 4K plus 5K bərabər 180 dərəcə. Buradan 4K ilə 5K cəmi 9K bərabər 180 vurulsun 20 dərəcə. İxtisar gedir 9 ilə 180 20 qalır. 20-ni 20-yə vuranda K oldu 400. Aha, bu bucaqlardan böyüyünü soruşur. Böyüyü yanında hissəsi kiçik olandır. Yəni 4-də 1 vurulsun 400 bərabərdir 100. Baxın, həm digər bucaqda tapsaq 5-də 1 vurulsun 400 ixtisar gedir 80 dərəcə qalır. Həqiqətən də məndən böyük dərəcəni istəyirdi deyə olur 100 dərəcə. 76-cı sual. A bölü 9 bərabərdir 1 tam dövrdə 5 bölü 7. Birinci 1 tam dövrdə 5, 1 tam 9-da 5 deməkdir. Düzgün olmayan kəsrə çevirəndə 9-da 14. 9-da 14-ü 7-yə bölmək, 7-də 1-ə vurmaq deməkdir. 14 ilə 7 ixtisar gedir 2 qalır, olur 9-da 2. Bu bizdə 9-da A-ya bərabərdir. Yəni bu onu göstərir ki, A bərabərdir 2. A2 isə bu ifadənin qiymətini istəyir bizdən. 2 bölünsün 2 plus 3, yəni 2 bölünsün 5. Onluq kəsrə çevirdik 0.4 cavabı kodlaşdırmalı olan sualda deyə sizdə bu aldığınız cavabı ora kodlaşdırmaq üçün onluq kəsrə çevirməyi biz istəyəcəkdir. Yəni lazımdır. Emin neçə natural qiymətində bu kəsr natural ədəddir. Bu tipli misallar çox görürük naturalda. Hər bir vurğu ayrı-ayrılıqda böldükdə m kubu bölünsün m üstəgəl 12m bölünsün m üstəgəl 13 bölünsün m. M kubunu m-ə böldükdə m kvadrat üstəgəl 12m m-ə böldükdə 12 üstəgəl 13 bölünsün m. Neçə natural qiymətində, ifadənin qiymətində natural soruşur. Yəni 13-ün bölündüyü natural ədədləri götürəcək burada. M də olacaq 1 və 13. Neçə dənə natural qiyməti var? 2 dənə. Cavabımız olur 2. Alfa və beta bucaqların uyğun tərəfləri perpendikulyar olan bucaqlardır.
Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Burada alfanı 3K, betanı 2K götürsək, aydın şəkildə görmüş oluruq ki, bunlar bir-birinə bərabər olmurlar. Cəmi 180 dərəcədir. 3K plus 2K bərabərdir 180 dərəcə. 5K bərabərdir 180 dərəcə. K bərabərdir 36 dərəcə. Alfa bucağını istəyir. Alfa bərabərdir 3 vurulsun 36 dərəcə. Cavab olur 108 dərəcə. Həlli yazılması tələb olunan açıq tipli suallar. Aha. Məxrəci 192 olan kəsrlərdən neçəsi ixtisar olunmayan? İxtisar olunmayanlar Euler düsturu iləndir. Baxın, avtomatik olaraq bu düsturu hatırlamalısınız. T bərabərdir. A vurulsun 1 çıxılsın 1 bölünsün A, 1 çıxılsın 1 bölünsün B, 1 çıxılsın 1 bölü C və s. bu istənilən vuruq qədər uzana bilər. Birinci nə edirik? 192-ni ayırırıq vuruqlarına. 2-yə ixtisar gedir 96, 2-yə ixtisar gedir 48, 2-yə gedir 24, 2-yə gedir 12, 2-yə gedir 6, 2-yə bölünür 3, 3-ə bölünür 1. Baxaq ki, neçə dənə 2 oldu? 2, 4, 6 dənə. 192 bərabərdir 2 üstü 6 vurulsun 3 üstü 1. Aha, 192 ədədi üçün Euler düsturunu yazsam, T bərabərdir 192 vurulsun 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1. 192 vurulsun 2'də 1 vurulsun 3'də 2. Burada 2'lər ixtisar gedir. 192'nin 3 gedir. Qalır 64. A bölü B bərabərdir 15. Qalıq 7 olarsa A'nın ən kiçik qiymətini tapın. Baxın, bizim burada diqqət etməli olduğumuz şey qalıqdır. Qalıq 7-dirsə bölən qalıqdan böyük olmalı. Yəni 7-dən böyük olmalı. A'nın ən kiçik qiymətini istəyirsə, 7-dən böyük ən kiçik qiymət B bərabər olacaq 8. Deməli, A bərabərdir buradan. B vurulsun 15 üstəgəl 7 idisə, 8 vurulsun 15 üstəgəl 7 olacaq. 8'i 15'e vurduqda 120 üstəgəl 7, 127. Baxırıq. Deməli, 20% 150 qram duz məhlulu ilə 30% 100 qram duz məhlulu qarışdırılırsa, neçə faizli duz məhlulu alınır? Bunun üçün iki məhlul qarışdırılanda düsturumuz M1 P1 üstəgəl M2 P2 bərabərdir. M1 üstəgəl M2 vurulsun P. P yeni hətta yaza bilərik. Bu düsturdan istifadə edirik. Deməli, 150 vurulsun 20 üstəgəl 100 vurulsun 30 bərabərdir. 150 üstəgəl 100 vurulsun P yeni. P burada faizi göstərir. Yəni yeni faizimizi istəyir. 150 vurulsun 20 3000. 100 vurulsun 30 3000. Cəmi bərabərdir 250 vurulsun P yeni. 3000 və 3000 cəmi 6000 bərabərdir 250 vurulsun P yeni. Burada P yenini tapmaq üçün, yəni yeni faizimizi tapmaq üçün 6000'i 250'ye bölündə sıfırlar ixtisar gedir. 600 bölünsün 25 cavab qalır 24 faizli alınır. 300 ədədini 3, 5, 7 nisbətində 3 hissəyə böldük. 3, 5, 7 nisbətində bölmək, düz mütənasib hissələr bölmək, yəni 3K, 5K və 7K. Cəmi 300 olur. Buradan 15K bərabərdir 300, K bərabərdir 20. Deyir, kiçik hissəni tapın. Kiçik hissəni tapın deyirsə, 3 vurulsun 20 bərabərdir 60 olur kiçik hissə. Və kiçik hissə verilmiş ədədin neçə faiz olduğunu. Ədədim 300 idi. 60 bölünsün 300 vurulsun 100%. Tapırıq ki, yəni 300 100% olanda 60 300'ün neçə faizidir? Burada 300'dən 100 ixtisar gedir 3 qalır. 60'ı da 3'ə böləndə 20%-dir. Bax, bunu cavab olaraq qeyd edəndə kiçik hissə 60'dır və 20%. Bu hər ikisini qeyd edilməsi, çünki sizdən hər ikisini soruşur.
Uzunluğu 64 cm olan parça 3 müxtəlif hissəyə bölünmüşdür. Gəlin baxaq. 64 cm olan parçanın kənardakı parçaların ortaları arasındakı məsafə baxın 3 hissəyə bölündü. Kənar parçalar x, y olsun. Bunların arasındakı məsafə, tutaq ki, ortada da bir a ədədi olsun. X, a, y. Bunların cəmi 42'dir. Ama burada 2x, 2y. 2x üstə gəl a, üstə gəl 2y bərabərdir 64. Gəlin baxaq. Deməli, aşağı keçək. Burada 2x üstə gəl 2y-in yerinə x plus a plus y yaza bilirik. 64. X üstə gəl a, üstə gəl y 42'dir. Kənarda x ilə y qalır. 64'dən 42'ni çıxırıq. Yəni qalır 22. Kənar hissədə qalanlar 22'dirsə, a-nı tapmaq üçün isə 42'dən 22'ni çıxırıq. Çünki burada nə idi? Burada 3'ünün cəmi 42 idi. 42'dən 22'ni çıxırıq, qalır 20 və ortadakı parçanın uzunluğunu istəyirdi. Son 2 sual. 84-cü sualda kompüterin qiyməti 80% ucuzlaşdırmışdır. Tutaq ki 100% idi. 100% çıxdıq 100'ün 80%'ni. Çünki ucuzlaşıb. Böyle 100'dən 80'i çıxmaq deməkdir. Qiyməti olub 20% oldu. Yeni qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymətə bərabər olsun. Baxın, mənim indi əlimdəki 20 olarak götürdüyüm, bu mənim əlimdəki mənim həmişə 100%'im olur. Amma əvvəl tutaq ki 100 manat idi. Bu 20% 20 manat olsun. Bu 100% də 100 manat olsun. 20 manatım 100%'də bəs 100 manat olması için neçə faiz olmalıdır? X. Bunu tapmaq üçün 100'ü vururam 100'ə bölürəm 20'yə. İxtisar gedir, olur 500%. İndi cavabı 500 tapan kimi gedib 500 yazmayın. Əvvəl 100% idi. İndi 500%'dir. Nə qədər artıb? 500 çıxılsın 100 bərabərdir 400% artıb. Artmalıdır daha doğrusu ki, bərabər olsun. Çənin 8'də 5 hissəsi doludur. Tutaq ki, çənin tutumu olsun x. 8'də 5'i doludur. 8'də 5 x. Çəndəki suyun 5'də 2 hissəsi işlədilib. 8'də 5'in 5'də 2 hissəsini tapırıq ki, ixtisar gedir. 4'də 1'i işlədilib. Görək qalan nə qədərdir? 8'də 5 x-dən çıxırıq. 4'də 1 x-i, yəni 8'də 5 x-dən 2 x-i çıxıram. 8'də 3 x-i qalıb. Sonra çəni tam doldurmaq üçün 50 litr su lazımdır. Çəni tam dolması üçün 1 tam x-dən 8'də 3 x-i çıxırıq. 8'də 5 x lazımdır. Lazımdır 8'də 5 x və deyir 50 litr su lazımdır. Həmin bu 8'də 5 x deməli 50 litrdir. X-i tapmaq üçün 50'ni vururuq. 5'də 8'ə ixtisar gedir. Onu vururuq 8'ə. Eləyir 80. Deməli çənin tutumu 80 litrdir. Bizdən də onu soruşur. Belə uşaqlar, hər birinizə uğurlar. Səhifəni izləyib abunə olmağı, fikirlərinizi rəylərdə bölüşməyi unutmayın.